Bax o balıq bürcü deyirsə, o balıqlar qardaş neytral insanlardır. Sən balığın həyatına girəndə birinci növbədə fikirləşməlisən. Balıq sənə 1000 addım atırsa, o 1000 addımın içində də bir 1000 addım var. Balıqlar həyatda özgüvənli insanlardan biridir. Bir balıq bürcündən nə sən, nə mən rəqabət apara bilmərik. Bunu yadınızda saxlayın. Balıq bürcündə olan insanlar astrologiya tarixinin ən güclü insanlarıdır. Onlar incə bir nöqtənin üstündədirlər. Balığın həyatına girmək üçün birinci növbədə dürüst olmalısan. İkinci növbədə dözümlü olmalısan. Üçüncü növbədə yalançı olmamalısan. Balıq bürcündə olan insan yalancı insanı yaxında buraxmır. Sən balığın həyatına girib balığı allada bilmərsən, variant gələ bilmərsən. Amma bir balıq bürcündə olan insanlarla bir məhəbbəti yaşayırsansa, sadiq də olmaq məcburiyyətindəsən. Niyə? Çünki balıqların atdığı addımları bütün astrologiya yığılsa, bütün 11 bürc yığılsa ata bilmərik. Çünki bir balıq bürcündə olan insanın sevgisi, bunu mən həmişə deyirəm, Sultan Süleymanın sevgisidir.